Türkiyənin Qars şəhərindən 4 azərbaycanlı çıxarılıb, birinə isə cinayət işi açılıb. Lentas xəbər verir ki, aprel ayında şəhərdə 287 xarici vətəndaşın şəxsiyyət və hüquqi vəziyyəti yoxlanılması aparılıb. Dindirilmələr nəticəsində 29 qeyri-müəyyən mühacir barəsində qanuni tədbir görülüb. Qeyri-qanuni miqrantlardan 24-ü Əfqan vətəndaşı repatriasiya mərkəzinə göndərilib. 3 Azərbaycan vətəndaşına ölkəni tərk eləmək göstərişi verilib. Bir İran vətəndaşı əməliyyatlardan sonra sərbəst buraxılıb. Bir Azərbaycan vətəndaşı isə deportasiya edilib və ölkəsi ilə əlaqə saxlanılıb. Miqrant qaçaqmalçılığı ilə bağlı məhkəmə prosesləri də diqqət cəlb eləyib. Bir Azərbaycan vətəndaşı barəsində rəsmi sənədləri saxtalaşdırma maddəsi ilə cinayət işi başlanılıb. Bir Türkiyə vətəndaşı barəsində mühacir qaçaqçılığı cinayəti ilə bağlı qanuni iş başlayıb. Digər tərəfdən miqrant qaçaqmalçılığı cinayətinə görə axtarışda olan Əfqanistan vətəndaşı tutularaq ədliyyə orqanlarına təhvil verilib.